Bir hədis var, bu da çox gözəl hədisdir. İlk gündə bunları Allah dilimizə salır. Buyur, Allah bəndəsindən heç nə istəmir, iki şey istəyir. Neymət verdi, şükür eləsin, günah elədi, istiğfar eləsin. Neymətə görə desin, təşəkkür edirəm, razıyam səndən. Neymətin müqabilində də günah eləyəndə, ümumiyyətlə istiğfar halında olsun. İstiğfar halında olsun. Bu zikri kim istəsə bugündən deyə bilər. Səcdədə 10 dəfə də deyə bilərsiniz. Yunisiyə zikridir bu. La ilahe illa ente subhaneke inni kuntu minez zalimin. Bununla Həzrəti Yunus nicat tapıb. Bütün ariflərin tövsiyələrində var. Səcdəyə git 10 dəfə səndən. La ilahe illa ente subhaneke inni kuntu minez zalimin. Görürsünüz, birinci hissəsi la ilahe illa ente, səndən başqa Allah yoxdur, subhaneke, sən paksan. Onu təriflədin, inni kuntu minez zalimin. Mənə gəldi desə mən günahkarlardanam. Vəsf və istiğfar. Bunlar ikisi birləşəndə həmin o Yunisiyə zikri yaranır. Onu Ramazan ayında çox sadədir. La ilahe illa ente subhaneke inni kuntu minez zalimin. Ramazan ayında 10 dəfə məsələn səcdədə deyilsə, bəlkə 10 saniyə çəkmir. Amma böyük bir fəziləti var.